Axır ki aydın oldu niyə görə Çar Rusiyası dövründə ruslar bizə tatar deyirdilər. Görkəmli şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Şahtaxtinski hələ 1891-ci ildə Zaqafqaziya tatarları, müsəlmanlar və ya Azərbaycanlılar adları ətrafında düşüncələrini Kaspi qəzetində dərc etmişdi. Bəli, Azərbaycanlılar. Bu adın Stalin düşünüb deyənlər yaxın əyləşsin. Məqaləsində o yazır: yaxın dövrlərə qədər rus dilində Zaqafqaziyanın müsəlman əhalisini müsəlmanlar adlandırırdılar. Lakin bu sözlə İslam dininə etiqad edən bütün xalqlar deyil, məhz Rusiyaya tabe olan Zaqafqaziyanın türk dilli müsəlman əhalisi nəzərdə tutulurdu. Bu cür xalqın adının onun dini mənsubiyyətindən götürülməsi ruslara elə həmin Zaqafqaziya müsəlmanlarının özlərindən keçmişdi. Çünki onlar bugünə qədər də öz millətlərini və dillərini məhz müsəlman adlandırır. Dil anlayışını din anlayışı ilə birləşdirərək fərqini itirmişlər. Belə ki, Zaqafqaziya müsəlmanına sən hansı millətdənsən, hansı dildə danışırsan deyə sual verildikdə o başqa cavab vermir. Mən müsəlmanam və danışdığım dil müsəlman dilidir deyir. Eyni hal erməni katoliklər arasında da müşahidə olunur. Onlar da öz xalq və dillərini sadəcə olaraq katolik adlandırırlar. Zaqafqaziya müsəlmanlarına isə onların dini deyil, etnik mənsubiyyətinə əsaslanan bir ad vermək istəyi ilə son vaxtlar Qafqazda rus dilində onları tatarlar adlandırmağa başlamışdılar. Lakin bu yeniliyi uğurlu saymaq heç cür mümkün deyil. Fikir veriniz, türk adlandırmaq da istəmirdilər, elə birbaşa tatar. Zaqafqaziya müsəlmanlarının danışdığı dil tatar dili deyil, türk dilidir. Bu dil 3 əsas ləhcəyə bölünür: Osmanlı, Səlcuq və Azərbaycan ləhcələri. Zaqafqaziya müsəlmanlarını tatarlar adlandırmağın uyğunsuzluğu xüsusilə Bakıda hiss olunur. Çünki ruslar daxili quberniyaların tatar əhalisini daha yaxından tanıdıqları üçün Zaqafqaziya türkü ilə Rusiya tatarı arasında dil, görünüş, hüquq və adət-ənənələr baxımından böyük fərq olduğunu daha yaxşı başa düşürdülər. Buna görə də Bakıda müsəlman əhaliyə dini deyil, milli mənsubiyyətinə görə ad vermək ehtiyacını duyanlar yerli möminləri Persiyalılar adlandırırdılar. Təbii ki, bu adlandırma da səhvdir. Çünki əgər Zaqafqaziya türkləri tatar deyillərsə, deməli onlar heç bir halda Persiyalı da deyillər. Xalqlar bir-birindən dillərinə görə fərqlənirlər. Türk dili ilə fars dili isə tamamilə fərqlidir. Zaqafqaziya müsəlmanlarını tatarlar adlandırmaq həm də ona görə doğru deyil ki, bu müsəlmanların nə özləri, nə də onların ən yaxın qonşuları perslər, Osmanlılar, kürdlər və ermənilər heç vaxt bu adlı çağırmayıblar. Onlar bu adı eşitmək belə istəmirlər. Əslində isə desək, bu ad onları sadəcə olaraq təhqir edir. Ən münasib olanı Zaqafqaziya müsəlmanlarına Azərbaycanlılar, onların danışdığı dili isə Azərbaycan dili adlandırmaq olardı. Azərbaycan vilayətinin böyük hissəsi bir zamanlar İrandan Rusiyaya keçmiş və indiki Zaqafqaziyanı təşkil etmişdi. Bu ərazi demək olar ki, tamamilə həmin türk xalqı ilə məskunlaşmışdı. Həm şərq müəllifləri, həm də Avropa coğrafiya və etnografiya alimləri bu xalqı Azərbaycan türkləri adlandırırlar. Gündəlik həyatda xalqı və dilini iki sözlə ifadə etmək, yəni Azərbaycan türkü və ya Azərbaycan türkçəsi bir qədər çətinlik yaradır. Buna görə də rus dilində Zaqafqaziya müsəlmanlarını tatar əvəzinə Azərbaycanlılar, onların dilini isə tatar dili yerinə Azərbaycan dili adlandırmaq daha məqsədə uyğun olardı. Bu, Məhəmmədağa Şahtaxtinskinin 1891-ci ildə Kaspi qəzetində dərc etdiyi məqalədən idi.